Apoteklərdə satılan triderin mazı, göbələk, bakteriya və iltihabla bağlı yaranan dəri problemlərində istifadə olunur. Tərkibində olan 3 əsas maddə betametazon bakteriya və qaşıntını aradan götürür. Klotramazol göbələk əleyhinə vasitədir. Gentamisin bakteriya əleyhinə antibiotikdir. Göbələk zamanı, dəri infeksiyaları zamanı, ekzema, dermatit iltihablı yaralar zamanı istifadə olunan bir mazdır. İstifadəsi demək səhər və axşam təmiz, quru üz dərisinə nazik təbəqə halında çəkirsiniz. Ağıza və gözə dəyməməsinə ehtiyat edirsiniz. Açıq yaralara çəkmək olmaz. Əks göstəriciləri nədirsə videonun altında qeyd edəcəm. Diqqətlə oxumanızı məsləhət görürəm. Mən bu maz ilə demək üzümdə olan allergiya zamanı tanış oldum həkim məsləhəti ilə. Yanlış bir üz prosedurundan sonra üzümdə allergiya, qaşıntı, iltihab yarandı və bu zamanı həkim məsləhəti ilə istifadə etdim. Uzun müddətli istifadə etmək olmaz. Demək əsasən yaranın sağalacağı müddətə qədər istifadə etmək lazımdır. Bu qədər istifadə edənlər və əlavə sualı olanlar videonun altında şərh olaraq yaza bilər.